Bir ana əgər qorxularını idarə eləyə bilməyibsə, islah eləyə bilməyibsə, düzəltməyibsə, uşağı qorxu əsasında tərbiyə edir. Görürsən, təzyiq göstərir. Düzdür, dərs oxumaq yaxşı şeydir. Amma dərs oxu, qorxuram səndən heç nə çıxmayacaq, sən böyüyəndə necə məsələn pul qazanacaqsan, sən necə yaşayacaqsan. Bu oxumaqla məsələn də heç nə eləyə bilməyəcəksən, daha yaxşı oxumaq lazımdır. Onu eləmə, pis olar, bunu eləmə, pis olar. Belə-belə nəyi eləməlidir uşaq, nəyi etməməlidir uşaq? Bax, onları qorxu idarə edir. Onu eləməsin, bunu eləməsin, buradan çəkinsin, bunu belə eləsin, dərsini belə oxusun. Yavaş-yavaş özü də xəbəri olmur ki, qorxuları artıq bunun uşağını tərbiyə eləyir. Uşağı ana tərbiyə eləmir, qorxu tərbiyə eləyir. O uşaq da böyür olur, məsələn, o da qorxaq. O da öz qərarını verə bilməyən, öz həyatını düz təhlil edə bilməyən. Uşaq da anasını elə görür, qorxur ki, eləməsəm anamın gözündən düşərəm. Birdən anam məni sevməz. Birdən əvvəlki kimi olmaz münasibətimiz. Uşaq da qorxur, uşaq da qorxuya təslim olur. Uşağı qorxuyu başlayır tərbiyə eləməyə, idarə eləməyə. Çünki uşağın narahatlığı olur həmişə ki, birdən valideynim məni əvvəlki kimi sevməz. Ona görə valideyn nəsə deyəndə qorxudan eləyir ki, qoy onun mənə olan sevgisi azalmasın. Qorxur ki, sevməyəcək. Bir də belə şeylər olanda, məsələn deyir, səsimi çıxartmayacam, qoy valideyimi narahat eləməyim, atamın istədiyi kimi olum və yavaş-yavaş içindəkiləri öldürməyə başlayır. Ki, qoy mən atamın dediyi kimi olum, anamın dediyi kimi olum. Artıq onun içində heç nə inkişaf eləmir. Ondan sonra bu uşaq 11 yaş, 12 yaş gələndə gözlərini görsən atasına dikib. Ki, burada ancaq o söz deyə bilər. Və bu cür böyüyən uşaq həyatında həmişə kimisə axtaracaq. Həmişə. Həmişə kimdənsə asılıdır o adam. Kim yönləndirəcək? Çünki həmişə yönləndirilib. Həmişə axtarır ki, məni kimsə yönləndirsin. Çünki özü öz həyatına yön verəcək gücdə, qüdrətdə deyil artıq. Bunu həmişə yönləndiriblər. Böyüyür, artıq yenə də onu yönləndirən adam axtarır. Tək başına yol gedə bilmir. Tək başına həyatı yaşaya bilmir. Həyatı ilə bağlı qərarları verə bilmir. Ona görə də həmişə qabağında kimsə olmalıdır ki, ona baxsın, rəftar eləsin, ona baxsın, yolunu davam eləsin. Qorxusu var deyə vadar eləyir, görürsən, valideyn vadar eləyir, uşaq dərs oxusun qorxu ilə. Vadar eləyir, uşaq ixtisasını seçsin, hansı sahəyə getsin, hamısı valideynin qorxuları deyir. Ki, elə sahə olsun ki, yaxşı pul qazansın orada. Qorxur və qoymur yaşayışı şirin yaşayasan. Qorxularını Allaha imanla aradan apar. Allaha sığınmaqla, Allaha güvənməklə, Allaha söykənməklə qorxularını aradan apar.